Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Montana ştatının senatoru Steve Daines Azərbaycana gəlib. Səfər çərçivəsində o, İsrailin ölkəmizdəki səfiri George Dicklə görüşüb. Danışıqlarda Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Guevara da iştirak edib. Bu barədə ABŞ səfirliyi məlumat yayıb. Görüşdə İsrail-Azərbaycan münasibətlərinin regional sülhə töhfəsi müzakirə edilib. Həmçinin Amerika xalqının maraqlarına uyğun güclü iqtisadi və təhlükəsizlik tərəfdaşlığı ilə bağlı ortaq məqsəd və prioritetlər danışıqların əsas mövzusu olub. Qeyd edək ki, Steve Daines Bakıda olduğu müddətdə bir sıra görüşlər keçirəcək. Onun Xarici İşlər Naziri Ceyhun Bayramov və İqtisadiyyat Naziri Mikhail Cabbarovla görüşü planlaşdırılır. Əsas müzakirə mövzusu isə ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, eləcə də regionda sülh və təhlükəsizlik məsələləri olacaq. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.